Bir daha salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri, hər bir kəsi xoş gördük, sizləri salamlayırıq və hər kəsə xoş və mənalı bir gün yaşamağı arzu edirik. Hava şəraiti dəyişilir, dəyişilməsilə bağlı istəyirəm sizə bir məlumatı nəzərinizə çatdırım. Deməli, sabah 29 maydan günün ikinci yarısına etibarən hava şəraitinin dəyişilməsi gözlənilir. Respublika ərazisi üzrə Bakı və Abşeron yarımadası üzrə də həmçinin dəyişəcək. Respublika ərazisi üzrə öncə qərb, şimal-qərb bölgələrindən başlayaraq bir sıra bölgələr, bütöv respublika ərazisi üzrə hava şəraiti dəyişəcək. Naxçıvan Muxtar Respublikası üçün də Aran mərkəzi Aran bölgəsi, Cənub bölgəsi üçün də gözlənilir bu proses və axşam gecəyə doğru artıq yağıntıların olması gözlənilir bir sıra bölgələrdə və Bakı Abşeron yarımadasında arıncı xəbərdarlıq olunacaq. Küləklə bağlı şiddətli küləyin olması ehtimalı var və həmçinin yağıntıların olması gözlənilir. Bəzi ərazilərdə külək və yağıntı bir qədər güclü olacaq. Bir şeyi də xüsusilə qeyd edeyim sizə ki, bunu biləsiniz ki, son günlər mənə müraciətlər olur. Deyirlər məsələləri, şişirdilmiş söhbətlər olur. Ay tufan olacaq, tufan dağıdacaq, son illərin əsrin nəyə gəlir, nə olur, nə olmur. Elə şey cəfəngiyatlara inanmayın. Yəni elə deyək də şişirdiləcək dəhşətli bir şeylər yoxdur. Bəli, küləkdir, şiddətli küləkdir, narıncı xəbərdarlıqdır, həmişəki kimi. Yağışdır, yağış bir qədər güclü ola bilər həmişəki kimi. Yəni katastrofik bir şeylər, dəyişiklik, yəni belə şeyləri biz görməmişik. Son illərin əsrin nə idi, belə bir şey yoxdur. Yəni arxayın olun, özünüzü qorxutmayın və fake səhifələrə aldanmayın. Bizləri izləməyi unutmayın. Sizləri çox sevirik.